Əgər bu mənzili almaq istəyirsinizsə və kifayət qədər məbləğ yoxdursa, bir hissəsini ödəyib, qalanını da hissə-hissə faizli şəkildə ödəmə imkanınız var. Yəni, daxili faizsiz kreditlədir bu mənzil. İlkin 185 min manat verirsiniz, köçürürsünüz, yaşayırsınız. Metro yanı yerləşir, Dərnəgüy metrosunun düz yanındadır, yeni tikili binadır, mənzil də təzə təmirlidir və təmirdən də sonra mənzildə yaşayış olmur. İndi mən burada olan hər bir şeyi, hər bir detalı sizin nəzərinizə çatdıracağam. Başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Girişdən daxil olduqda üzbəüzdə burada bir tresuarımız var. Gözəl, böyük, güzgü yerləşdirilib, orta hissəsi də şkafdır, açarlıqdır. Girişdən daxil olduqda sol tərəfdə burada belə divar içi gözəl şkafımız yığılıb. Dərinlik də çox yaxşıdır. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahat yerləşdirə bilərsiniz. Çox gözəl də təmiri var. Döşəməsi qranitli isti döşəmə ilə tərtib olunub. İşıqlandırmada spotlardan istifadə olunub. Eyni zamanda gizli işıq da yerləşdirilib. Otaqların yerləşməsini nəzərə çatdırın. Buranı artıq gördünüz mənzilin qonaq otağıdır. Burada bir yataq otağı, ikinci yataq otağı, solda isə mənzilin sanitar qovşağı yerləşir. Gəlin elə buradan başlayaq. Mən sizə hər şeyi sizə göstərim. Necə var, elə satılır. Yəni, mənzildə hər bir şey qiymətə daxildir. Burada deməli, nəyimiz var? Divan, 6 nəfərlik masamız yerləşdirilib bu hissədə. Mərkəzdə gözəl, böyük lüstrumuz, gizli işıq, spotlar, hər bir şey var. Yəni, bütün texnika görürsünüz, televizor yerləşdirilib. Aşağı hissə şkafdır, mebel, texnika hamısı var və hamısı da qiymətə daxildir. Mənzildə divarlarda dekorativ boyadan istifadə olunub. Yəni, divar kağızı və yaxud emulsiya deyil. Əlavə nə deyilim, döşəmə, parketli otaqlarda. Nəzəri çatdırın ki, mənzil 2 otaqdan 3 otağa düzəlmədir. Yəni, birinci işıqla bütün otaqlara, belə deyim, pəncərə düşür. Burada, deməli, mətbəx isə burada yığılıb, döşəməsi eyni ilə üstü döşəmədir. Yeni, gözəl mətbəx mebelimiz yığılıb, görürsünüz, yuxarı hissələrdə şkafdır. Yəni, əşyalarınızı yerləşdirmək üçün kifayət qədər yerimiz var. Üstü və sinəli mərmərdir, qaz peçi, aspirator, soba, soyuducu, yəni hər bir şey var. Və buradan da mənzilin eyvanına çıxış var, geniş, böyük eyvanı var. İstir sistemi kombidir, aparatı kimi hamısı quraşdırılıb, tam hazır vəziyyətdir. Yəni, köç yaşa, əlavə heç nə almağa ehtiyac yoxdur. Bu hissə, qonaq otağının bu hissəsi də dekorla bəzədilib, görürsünüz, sağ və sol mebel daraqlar, bura işıqlar. Bir sözlə super mənzildir. Gəlin, mən sizə göstərim buradan mənzilin sanitar qovşağını. İçərisi kifayət qədər genişdir, yəqin ki, videodan da hiss edəcəksiniz. Bu hissədə belə geniş ölçülü duş kabinimiz yığılıb, qara rəngli aksesuarların istifadə olunub, ümumilikdə divar üçün unitazımız, nişalar, gözəl, böyük moydadır və paltaryan da burada yerləşdirilib. Onu görə deyirəm, hər bir şey var, mebel texnika və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Mən sizə buradan göstərim mənzilin əsas yataq otağını. Ölçüsü də yaxşıdır, yataq dəsti ilə tam olaraq təchiz olunub, görürsünüz. Gözəl taxtımız yerləşdirilib, arxa hissəsi qubqa ilə işlənilib. Yenə bura işıqlar, yəni və bu hissədə make-upımız, güzgümüz yerləşdirilib. Yataq otağının bu hissəsində divar içi şkafımız da yığılıb, tam olaraq hazırdır. Ona görə deyirəm ki, əşyalarınızı tam rahat yerləşdirə bilərsiniz, heç bir problem yoxdur. Otaq, dediyim kimi, döşəmə parketdir. Gəlin, buradan mən sizə göstərim ikinci yataq otağını, sonra mənzilin qiymətini, bütün məlumatları bir daha nəzərə çatdırın. Burada ikinci yataq otağı, istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi də istifadə edə bilərsiniz. Tam olaraq hazırdır bu hissələr, şkafdır. Bunların hamısını göstərim ki, tam təsəvvür yaransın sizdə. Burada da yenə make-upımız, aşağı hissəsi şkaf, TV, internet çıxış burada nəzərə alınıb. Otaqların hamısında da kondisioner var. Belə, mən demək olar ki, mənzildə olan hər bir şeyi nəzərinizə çatdırdım. Məlumatlar deyim, yerləşir Dərnəgül metrosunun yanındayıq. Yeni tikili binada yeni təmirli, hazır əşyalı mənzildir. Ölçüsü 80 kvadratdır. 2 otaqdan 3 otağa düzəlmədir. Gördüyünüz şəkildə satılır, bütün mebel və texnika qiymətə daxildir və dediyim kimi kreditlə ilkin ödəyici 185 min manat ödəməklə bu mənzilə sahib ola bilərsiniz və qalan məbləği də daxili kreditdə faizsiz şəkildə ödəyəcəksiniz. Belə mənzildə yerləşir 10-cu mərtəbədə. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.